Ödənilmiş alimenti geri almaq mümkündürmü? Boşanma zamanı ən çox mübahisə doğuran məsələlərdən biri məhz alimentdir. Xüsusilə də tərəflər arasında sonradan fikir ayrılığı yarananda bu sual ortaya çıxır. Verdiyim pulu geri tələb edə bilərəmmi? Qanun bu məsələdə çox açıqdır. Azərbaycan qanunvericiliyinə əsasən ödənilmiş aliment məbləği geri qaytarıla bilməz. Yəni, aliment borcu ödənilibsə, sonradan həmin vəsaiti geri tələb etmək hüquqi baxımdan mümkün deyil. Heç bir səbəb və ya əsas bu qaydanı dəyişmir. Bunun səbəbi isə sadədir. Aliment valideynlər arasında maliyyə münasibəti deyil, uşağın təminatı üçün nəzərdə tutulmuş öhdəlikdir. Qanun uşağın maraqlarını üstün tutur və bu vəsaitin geri qaytarılmasına icazə vermir. Məsələn, tərəflər arasında sonradan mübahisə yaransa belə, artıq ödənilmiş məbləğ geri tələb edilə bilməz. Qanun valideynlərin öhdəliklərini dəqiq müəyyən edir və alimentin uşağın qayğısına yönəldiyini açıq şəkildə təsbit edir. Nəticə olaraq, aliment öhdəliyi yerinə yetirildikdən sonra həmin məbləğin geri alınması mümkün deyil. Bu mexanizm uşaqların hüquqlarını qorumaq və gələcək mübahisələrin qarşısını almaq üçün nəzərdə tutulub.